Herkese salam, mən Niyaz. Yeni ildə sizləri Ev Çınarda xoş gördük. Və bir mövzu başlatmışdıq. Forex bazarının prinsipləri və əsasları başlıqlı mövzumuz var idi və həmin mövzunun alt başlıqları var idi və bu gün biz 5-ci alt başlığı haqqında danışmaq istəyirik. Forex bazarında analiz üsulları və keçən əvvəlki videomuzda fundamental analizlə bağlı video paylaşmışdım, öz fikirlərimi bölüşmüşdüm. Bugünkü mövzumuz isə texniki analizə əsaslanır. Texniki analizə keçməmişdən öncə onu demək istəyirəm ki, mənim ən çox sevdiyim analiz üsulu texniki analiz üsuludur və bu neçə illər ərzində əksər traderlərindən, yəni gördüyüm odur ki, texniki analizə daha çox üstünlük verilir. Düzdür, burada fundamental analizlərlə, belə deyək, məşğul olan, fundamental analizə üstünlük verən traderlər də var, lakin əksər traderlər texniki analizə üstünlük verirlər. Hər bir belə deyək analiz üsulunun öz mənfi və müsbət cəhətləri var, amma mən daha çox belə deyək texniki analizə üstünlük verirəm. Və mövzumuza başlamamışdan öncə onu baxmaq lazımdır ki, texniki analiz nədir özü. Texniki analiz belə deyək qiymətin qrafika baxaraq belə deyək gələcəkdə qiymətin hara getməsini proqnozlaşdırmaqdır. Təbii olaraq dəqiq məlumat demək mümkün deyil. Ehtimala əsaslanır ki, qrafika baxanda, belə deyək, şamlara baxanda qiymət hara doğru gedə bilər və bunun üzərindən texniki analiz edilir. Texniki analizin belə deyək əsas şərtləri həcmə əsaslanır, belə deyək qiymətlərə əsaslanır və tarixin təkrarlanmasına əsaslanır. Və qrafika baxanda əsasən bəzən görürsən ki, qiymət yenidən əvvəlki belə deyək maksimum və minimumları yeniləyib və görürsən ki, tarix yenidən müəyyən illər keçəndən sonra tarixin yenidən təkrarlanması müşahidə olunur. Ümumiyyətlə texniki analizə baxsaq, texniki analizi etmək üsulları müxtəlif cürdür. Hər bir traderin belə deyək özünün texniki analiz üsulları var və nəzərə alsaq ki, siz əgər təlimçi yanına gedirsinizsə, ola bilər ki, təlimçi sizə verdiyi belə deyək texniki analiz sizin üçün belə deyək elə də gəlirli bir mənbə olmasın. Nəyə görə? Çünki həmin texniki belə deyək analizin üsullarını istifadə texniki analiz edərkən bazarı siz orada strategiyalardan istifadə etmək lazımdır və əvvəl onu demək istəyirəm ki, texniki analizi etmək üçün müxtəlif üsullar var və trend xəttlərindən istifadə edirlər bəzi traderlər sırf dəstək və müqavimətdən istifadə edirlər, indikatorlardan istifadə edən traderlər var. Son zamanların daha belə deyək məşhur olan analiz üsulu, texniki analiz üsulu, smart money olsun, price action olsun, bu belə deyək texniki analiz növlərindən istifadə edən traderlər var və şamlara baxaraq belə deyək şamların özünün də bəzən orada şamlar var ki, baxdıqda qiymət hara gedə bilmə ehtimalını belə deyək nəzərə başa düşmək, proqnozlaşdırmaq da mümkündür. Və bəzi traderlər var ki, pattern üsullarından istifadə edirlər, bəziləri harmonik patternlardan istifadə edirlər. Yəni müxtəlif belə bəzi traderlər var, öz strategiyalarını qurublar, sırf özlərinin qurduğu strategiya üzərindən texniki analiz edirlər. Yəni təlimçi yanına getsəz belə, istənilən analiz üsulunu öyrətsə sizə, fərqi yoxdur. İstənilən həcm üzrə olsun və digərləri. İstənilən texniki analiz üzrə sizə əgər öyrədirsə, o sizdə ola bilər ki, effekt verməsin. Yəni bu normal haldır. Çünki siz artıq onu tam mənimsəməyi üçün siz praktika keçməlisiniz. Təəssüf olaraq bəzi təlimçilər var və yaxud təlimlər var ki, trader olmaq istəyən şəxsləri aldadırlar. Onların belə deyək müqabilində, təlim müqabilində onlara cüzi belə deyək məlumatlar verirlər. Bu da təbii olaraq yaxşı bir faktor deyil və nəzərə alsaq ki, dünya üzrə də bu hadisələrlə üzləşən şəxslər var və sosial şəbəkələrə baxsaq etirazları görmək olar və insanlar çox təəssüf olaraq bizim ölkədə insanlar artıq görürsən ki, bu forex üzrə olsun, istər kripto üzrə olsun, istər səhm bazarı üzrə olsun və o üzrə getməyə çəkinirlər, ehtiyat edirlər. Təbii olaraq bu sahə böyük sahədir, riskli sahədir. Burada digər belə deyək biznes sahələrinə oxşamır. Bunun sahənin
çətinliyi daha çoxdur. Çünki bu traderin əsas belə deyək, bu bazarda fəaliyyət göstərməsi üçün psixologiyasının daha sağlam olması lazımdır. Və psixologiya ilə bağlı növbəti videolarımızda belə deyək, öz fikirlərimi bölüşəcəm. Texniki analizə qayıdaq. Texniki analizlə bağlı əgər siz belə deyək, yenə təlimçi yanına gedirsinizsə və o sizdə əgər effekt vermirsə, təbii olaraq siz özünüzün üzərində çalışmalısınız. Əgər bu sahəni sevirsinizsə, texniki analizlə bağlı olan belə deyək, analiz üsulunun, texniki analiz belə deyək, mənimsəmək üçün siz mütəmadi olaraq praktika aparmalısınız. Praktika belə deyək, keçməlisiniz. İstər demo hesabda olan belə deyək, analiz üsulu, texniki əgər analizi demo hesabda edirsinizsə və burada sizə effekt verə bilər. Lakin real hesaba keçmək üçün real hesabda tezarət etmək daha çətindir, daha psixoloji belə deyək, insanı daha belə gərginləşdirir. Ona görə də istənilən halda mən burada misal olaraq texniki analizin növləri haqqında danışsam, gərək texniki analizlə bağlı mövzuları bir neçə yerə bölüm ki, misal olaraq hər bir texniki analizdə hansı üsuldan istifadə olunur, məsəl üçün trend xəttlərindən necə istifadə etmək olar, bu haqda gərək ayrı bir video çəkim. İndi gələcəkdə bəlkə də bu haqda ayrı bir video çəkərəm, amma indi burada bu videoda bu belə deyək, texniki analiz haqqında olan videoda ümumi öz fikrimi bölüşürəm daha doğrusu. Və gələcəkdə trend xəttləri olsun, Fibonacci olsun, dəstə və müqavimət olsun, Elliott dalğaları olsun, patternlar olsun, harmonik patternlar olsun, price action olsun, smart money olsun. İstərsə də öz strategiyam, mən hal-hazırda istifadə edirəm texniki analiz, öz strategiyamın qurduğu müəyyən indikatorlar üzərində qurduğum strategiyadır. Və bu mənim üçün çox doğmadır. Smart money olsun, price action olsun, onlar mənim üçün, mənim öz qurduğum strategiya onları belə deyək, əvəz eləyir. Yəni onlar mənim strategiyamı heç vaxt əvəz eləyə bilməz. Mən vaxtilə smart money ilə də məşğul olmuşam, price action ilə də məşğul olmuşam, trend xəttləri ilə də məşğul olmuşam. Yəni bunları keçə artıq Allah həmd olsun ki, mən öz strategiyamı qurmuşam və texniki analiz üzrə belə deyək, professionallığa doğru mən deyə bilmərəm ki, hal-hazırda mən professional dərəcədə ticarət edirəm, amma professionala doğru getməyə hazırlaşıram, çalışıram, yenə də üzərimə çalışıram. Nəyə görə? Çünki zaman dəyişir, belə deyək, bazar dəyişir, normal olaraq bazar belə deyək, yeni il ərəfəsində mən nə qədər müddətdir müşahidə edirəm, həcmlər çoxalırdı çox vaxt. Bu isə demək olar ki, stabil keçdi. 31 idi səhv eləmirəmsə, dekabr 31-i biri tarixlərində mən elə təsadüfən yadıma düşdü, girdim bazara baxım, platformaya daxil oldum, bazara baxım və orada gördüm ki, yəni cüzi belə deyək, qiymət dəyişikliyi var. Bəlkə ola bilər mənim istifadə elədiyim brokerdən asılıdır. Yəni brokerdən brokerə dəyişə bilər. Amma əvvəllər belə deyək, yeni ilin təqvimin yenilənməsinə 2-3 gün qalmış, artıq bazarda belə deyək, həcm azalırdı və bazarın belə deyək, istiqaməti demək olar ki, çox zəif hərəkətlər edir. Amma bu baxıram ki, keçmişəm məsəl üçün 28-nə, 29-una, 30-una baxıram ki, normal belə deyək, bazarda hərəkətlər olub, yəni bazara daxil olsan normal gəlir əldə etmək olar, lakin risk etməyə dəyməz. Bu günləri belə deyək, istirahətlə keçirsək daha yaxşı olar. Qayıtsaq texniki analizə və sizə məsləhət görərdim ki, təbii olaraq təlimçi seçməyi əsas götürmək lazımdır təbii olaraq. Çünki nəyə görə? Təlimçi sizə ən azından istiqamət verir və sizə yön verir. Lakin təlimçinin verdiyi texniki analizlə kifayətlənmək olmaz. Bəzi məsəl təlimçilər var, mən görmüşəm sosial şəbəkələrdə paylaşırlar və daim traderi belə nəzarət altında saxlayırlar. Artıq o nəzarət altında saxlanan trader o inkişaf edə bilməz. Yəni onun hər bir əməliyyatına belə deyək, nəzarət edir, məsələn, girişlərini, çıxışlarını bazara bildirir, səhvlərini deyir. Yəni artıq belə deyək də, trader özü fərdi olaraq fəaliyyət göstərmək istəsə, artıq o çaşqınlıq içərisində qalma ehtimalı var. Ona görə də o da əlbəttə təlimçilərin özlərinin bir üsullarıdır ki, həmin traderi əllərindən verməsinlər. Onun da müəyyən səbəbləri var ki, misal olaraq belə deyək, düzdür, indi mövzumuz texniki analizdir.
Lakin bunu özümüzdən qısa bir kənara çıxım ki, hansı ki təlimçilər belə deyək, düzdür, əlbəttə təlim keçirsən, sənin əgər belə deyək, kurs təlim dediyin şəxs trader olursa, əlbəttə sən onunla daim ünsiyyət saxlamaq bir başqadır, amma ticarətdə ticarətini nəzarət altında saxlamaq, daim onu belə deyək, idarə etmək artıq fərdi olaraq həmin ticarətçi, trader inkişaf edə bilmir. Mütəmməd o sənə məsləhət ala bilər, öz fikirlərini bölüşə bilər, amma təbii olaraq o traderə, həmin şəxsə belə deyək, azadlıq vermək lazımdır. Təbii olaraq burada indi kənara çıxma nə idi mən dediyim, təlimçinin məqsədi odur ki, həmin belə deyək, traderdən, şəxsdən onun müqabilində pul alıb, o təbii olaraq normal haldır. Lakin artıq bazara daxil olursa, təlimçinin təqdim etdiyi brokerlə daxil olur və həmin təlimçinin də həmin brokerlə müqaviləsi var ki, misal olaraq da belə deyək, o promokod dillərdə ona daxil olur və belə deyək, həmin şəxsdən, traderdən belə deyək, həmin təlimçiyə nə qədər yatırım eləyirsə, müəyyən bir faizi təlimçinin hesabına keçir. Yəni belə bir mövzular da var. Yəni bu ümumiyyətlə o həmin mövzu böyük bir mövzudur. Onun haqqında gələcəkdə lazım olsa danışarıq. İndi qayıdaq texniki analizimizə və mən belə deyək, son zamanlar həqiqətən yəni bu səhifəni açmaqdan məqsədim mən təlim keçmirəm, kurs demirəm, belə deyək. Hələ ki belə deyək, mənim üçün o həqiqətən bir məsuliyyətdir və nəzərə alsaq ki, bu məsuliyyətin altına girmək böyük bir belə deyək, məsuliyyət daşıyır və böyük bir yükdür. Ona görə də hələ mən belə təlim keçmirəm, lakin gələcəkdə olarsa təlim keçsəm, bu vaxtda paylaşma edəcəm. Sadəcə indi öz fikirlərimi bölüşürəm. Yəni azdan çoxdan 10 ildən çoxdur bu sahədəyəm. Yaxşısını da görmüşük, pisini də görmüşük. Qazancımız da olub, itkilərimiz də olub. Yəni ona görə də və sosial bu səhifəni açmaqdan məqsədim oldu ki, sosial şəbəkələrdə, YouTube səhifəsində daha çox və istər Facebook olsun, istər Instagram səhifəsi olsun, paylaşımlar çox edirdilər, üzr istəyirəm. Müəyyən şəxslər var idi, özlərini belə deyək, təlimçi adı altında videolar paylaşırdılar, texniki analiz öyrədirdilərsə, ən çox da belə deyək, Elliot dalğaları ilə bağlı güya ki təlim verdilər. Hansı ki, həmin insanlara mən belə deyək, səhifəsinə girib baxırsan ki, yəni sən əvvəl məşğul olmusan YouTube səhifəsi düzəltməklə, sonra dropshippinglə məşğul olmusan, indi isə Forex-dən və yaxud kripto bazardan texniki analizlə bağlı, özdə Elliot dalğaları ilə bağlı, hansı ki Elliot dalğaları həqiqətən belə deyək, çətindir. Yəni mən Azərbaycanda bir nəfərin Elliot dalğaları ilə daha yaxşı, bir yaxud iki nəfərin, əsas bir nəfəri mən tanıyıram, belə deyək, sırf onunla məşğul olduğu həmin şəxsi tanıyıram. Neçə illərin, yaşı da məndən çoxdur, neçə illərin traderidir. Yəni sırf onu tanıyıram. Belə Elliot dalğaları ilə bağlı olan məlumatları, əgər kimlərsə sizə sırf belə deyək, necə deyim, nəzəriyyəni əgər sizə başa salırsa, deyirsə, nəzəriyyə tamamilə boşdur və Elliot dalğaları bazarda praktiki olaraq tətbiq eləmək tamam fərqli bir şeydir. Yəni texniki analizlə bağlı ümumi məlumat bu videoda mən fikrimi bildirmək istədim, ümumi məlumat vermək istədim və texniki analizlə bağlı siz təlimə geçsəz belə yenə də özünüzün belə deyək istiqaməti olmasa, siz heç bir halda uğur qazana bilməyəcəksiniz. Siz ola bilər ki, bahalı təlimlər də gedə bilərsiniz, praktiki olaraq bunu tətbiq eləməsəz və bəzən olur ki, həmin misal olaraq texniki analizi, fərqi yox, texniki analiz növündən fərqi yoxdur, bəziləri trend xəttləri olsun, istər smart money olsun və fərqi yoxdur. İstər indikatorlarla olsun, istər sadə qrafiklə olsun, əgər siz analiz edirsinizsə, istənilən halda bunu siz mənimsəməlisiniz. Yəni bunu psixologiyasını, grafikin, belə deyək, şamların psixologiyasını başa düşməlisiniz və bundan əlavə də öz psixologiyanız tamamilə hazır olmalıdır.
Və onu demək istəyirəm ki, texniki analiz belə deyək, bazarın mənim fikrimcə daha analiz üçün daha uyğundur bazarı analiz eləməyə və sizə tövsiyə edirəm ki, əgər özünüz öyrənirsinizsə, bu sizdə bəli çox vaxt alacaq. Təbii olaraq sizdə itkilər olacaq. Demo ilə ticarət eləmək realda ticarət etməkdən fərqlidir və əgər siz real bazarda ən azından heç olmasa, əgər demoda misal olaraq da özünüz əgər hər hansı bir strategiyanız varsa və yaxud olan strategiyalara əsaslanırsınızsa, olan strategiyalar belə deyək, təlimçidən öyrənmisinizsə və yaxud özünüz öyrənmisinizsə, heç olmasa bazara belə deyək $100 civarında məbləğ yatırım edib real olaraq ticarət etməyi çox az lotla, sıfırdan belə deyək, %1 lotla ticarət etmək istəməzsə görəm. Təbii olaraq öz hisslərinə qapılmasanız nəticə əldə etmək mümkündür, lakin çox güman ki, siz o $100 qısa bir müddətdə itirəcəksiniz. Yəni texniki analiz ümumiyyətlə baxsaq, belə deyək, üstünlükləri çoxdur. Bəzi çatışmayan cəhətləri də odur ki, məsəl üçün xəbərlər çıxan vaxtı görürsən ki, qrafikdə dalğalanma olur və bu da normal haldır. Dalğalanma olandan sonra yenidən əgər qrafik belə deyək, qalxış istiqamətinə gedirsə, yenidən qalxışa davam edir, eniş istiqamətinə aşağı düşürsə, yenidən enişə davam edir. Yəni bir dənə sadəcə olaraq həmin belə deyək, xəbərlər olan vaxtı bazardan mütəmadi olaraq 1-2 dəqiqəlik və yaxud 5 dəqiqə civarında uzaq dayanmaq lazımdır. Düzdür, xəbərlər olan vaxtı belə deyək, qiyməti istiqamətində əməliyyat açıb gəlir, yüksək gəlir də əldə etmək mümkündür. Lakin bu biraz risklidir və sizin əgər balansınız və praktikanız buna icazə verirsə, siz bunu edə bilərsiniz. Yəni texniki analizlə bağlı ümumi mən fikrimi bölüşdüm sizinlə. Və onu demək istəyirəm ki, texniki analiz bu danışdıqlarımdan o nəticəyə gəlmək olar ki, texniki analizlə əgər siz başlamısınızsa məşğul olmağa, yəni təlimçi yanına gedirsiniz və yaxud özünüz məşğul olursunuzsa, çalışın bunu mənimsəyə biləsiniz. Çalışın bu texniki analizi özünkü edə biləsiniz. Əgər elə bir hal olmasa, siz istənilən halda bu sahədə uğur qazana bilməyəcəksiniz. Və təbii olaraq təlimçi yanına gedirsiniz və öyrənirsinizsə, istənilən halda ehtiyatlı olmaq lazımdır və çalışmaq lazımdır ki, belə deyək, texniki analiz edən zaman çox mürəkkəbə qaçmayasın. Mən məsələn YouTube-da bəzi traderləri görmüşəm, belə deyək, daha doğrusu təlimçilər görmüşəm. Yəni çox belə deyək, qəliz mövqedən, istiqamətdən belə deyək, başa salırlar. Bu işin lap qəlizinə getdikcə belə deyək, daha da qəlizlənir. O qəlizləşir. Ona görə də çox qəlizə getməyə lazım deyil. Yəni sadə qrafikdə bəzi misallar, indikatorlar və yaxud da trend xəttləri və yaxud da şamların özləri və yaxud hansısa bir konsepsiyanı tətbiq edirsən və sənə belə deyək, kifayət qədər gəlir verirsə, bununla da kifayətlənmək lazımdır. Düz özü inkişaf edib, belə deyək, başqa misal olaraq analiz üsullarını öyrənə bilərsiniz. Başqa belə deyək, istiqamətdə inkişaf edə bilərsiniz. Lakin müəyyən müxtəlif şeylər, belə deyək, analiz üsullarından, texniki analiz üsullarından hərəsindən biraz öyrənməkdənsə, bir texniki analizi təkmilləşdirib eyni fəndi belə deyək də, o bir məsələ var da, eyni fəndi göstərsəz və o effekti daha çox olacaq. Və təlimçilərin və bu işin əsas hissəsini də psixologiya belə deyək, təşkil edir. Psixologiya ilə bağlı video daha çox çəkmək istəyirəm. Əslində psixologiya ilə bağlı bəlkə bir çox olmasa da müəyyən bir kitab yazmaq istəyirəm. Traderin psixologiyası ilə bağlı və hələ ki vaxtda düşünürəm. Çünki biraz ölkəmizdə təəssüf olaraq bu sahə üzrə istifadə, bu sahədə belə deyək, yönə gedənlər azdır və belə deyək, mütəmadi olaraq əlbəttə ki, ölkəmiz də inkişaf edir
və müəyyən bir müddətdən sonra artıq bu istiqamətdə də belə deyək irəliləyişlər baş verəcək. Təbii olaraq belə deyək 2010-cu illərə baxsaq, mən 2014-2013-cü illərə baxsaq daha doğrusu görərik ki, o illərə nisbətən hal-hazırda məsələn bu işlə məşğul olanlar ölkəmizdə çoxalıb, təlim deyənlər çoxalıblar. Lakin bəziləri bundan sui-istifadə edirlər və insanlar belə deyək ümid yeri olur ki, mən məsəl üçün bu analiz üzrə öyrənim, özümün fərdi biznesini qurum, lakin həmin şəxslər o insanları aldadırlar, və nəticə olaraq onlar heç bir effekt görmürlər. Təbii olaraq bu işin əsasını onlara başa salmaq lazımdır. Həmin öyrənmək istəyən şəxslərə ki, özəydən başlamaq lazımdır. Siz təlimə gələn şəxsə dərhal texniki analizlə bağlı məlumat verirsəz və o artıq başlasa belə deyək qrafikə tətbiq eləməyə, o heç bir nəticə əldə eləməyəcək. Və yaxud da nəticə əldə eləsə belə müəyyən vaxtdan sonra itki olsa, yenə də onu qane olmayacaq. Çünki bu psixoloji durumu və bu bazarda olan hadisələri ilkin olaraq belə deyək həmin şəxslərə çatdırmaq lazımdır. Trader olmaq istəyən şəxslərə çatdırmaq lazımdır ki, bu bazarın minusu budur, plusu budur. Yəni sən daim gəlir əldə edə bilmərsən, itkilər də olacaq və itkilər olanda sən öz psixologiyan hansı durumda olmalıdır. Yəni bu hamısını bir belə deyək konsepsiya olaraq təlim keçmək lazım əsas. Ümumi texniki analiz haqqında fikirləşirəm ki, bu qədər. Yəni mən çox xırdalığa gedə bilmirəm. Çünki xırdalığa getsək artıq bu belə deyək təlim halına düşəcək və ola bilər ki, gələcəkdə ümumi çünki bu illər ərzində texniki analizlə bağlı istər səhv eləmirəmsə keçən videolarımda da əvvəlki videolarımda da o haqqda qısa məlumat vermişəm. Müxtəlif belə deyək analiz üsullarından mən istifadə eləmişəm. İstər trend xəttləri olsun, belə deyək 2013-2014-cü illərin trendinə düşmüş trend xəttləri idi. Yəni belə deyək ortalıqda olan treyderlərin hamısı trend xəttlərindən istifadə edirlər. Trend sənin dostundur. Yəni bu istiqamətdən hamı trend xəttindən istifadə edirdi. Təbii olaraq trend xəttində istifadə eləməyin də özünün mənfi və müsbət cəhətləri var və bazarı sən istənilən halda hər bir strategiya ideal deyil. Yəni onu başa düşmək lazımdır ki, hər bir strategiya texniki analizdə istifadə olunan strategiya heç bir ideal deyil. Yəni 70% belə deyək, 65%, hətta 60% belə olsa daha çox olsa əlbəttə yaxşıdır. 60% olsa belə, əgər sizin strategiyanız gəlirlidirsə, artıq o bir uğurun bir nəticəsidir və onu inkişaf edib həmin 60%, 65%, 70% və daha yuxarılara qaldırmaq mümkündür. Və bazarın belə deyək, əsas prinsiplərindən biri də balansdır və yatırdığınız belə deyək, yatırımda çox önəm daşıyır texniki analizdə, ümumiyyətlə bazarda fəaliyyət göstərmək üçün yatırdığınız balansda belə deyək, siz artıq yəni nə mənada texniki analiz öyrənmisiniz, müəyyən belə deyək fikirləriniz var artıq. Demoda təbii olaraq belə deyək, ticarət edirsiniz və gəliriniz varsa, reala yüksək məbləğdən real ticarətə yüksək məbləğ keçməyiniz tövsiyə olunmur. Tövsiyə olunan məbləğ kiçikdir hələ ki, məsələn $100 civarında, $200, $500 civarında ki, öz psixologiyanızı idarə edə bilərsiniz. Ondan sonra isə artıq belə deyək, yüksək məbləğli balansla fəaliyyət göstərmək, ticarət etmək olar. Təbii olaraq balansın nə qədər yüksək olmasına asılı olmayaraq risk menecmenti qorumaq lazımdır, risk idarəsini qorumaq lazımdır. Risk idarəsinin qorunması da belə deyək, traderdən traderə fərqlidir. Yəni onunla bağlı növbəti videomuz, belə deyək, 6-cı başlığımız onun haqqında olacaq. Və üzr istəyirəm. Və bir də onu nəzərinizə çatdırmaq istəyirəm ki, istər ölkəmizdə olsun, istər belə deyək, digər ölkələrdə olsun, botlar var. Forex-də istər kriptovalyuta bazarı olsun.
bu sahə üzrə texniki analiz edən, belə deyək, botlar satırlar. Hansı ki, onlar sizin yerinizə ticarət edirlər, avtomatik olaraq avtomatlaşdırılıb həmin botlar müəyyən konsepsiyaya əsaslanır. Bəziləri smart money-yə əsaslanır, bəziləri price action-a əsaslanır, bəziləri dəstək müqavimətə əsaslanır, bəziləri özlərinin qurduğu konsepsiyaya əsaslanır həmin robotların. Və mən tövsiyə edirəm ki, həmin robotlardan uzaq durasınız. Çünki həmin robotlar psixoloji olaraq, daha doğrusu onlarda hissiyat yoxdur. Sadəcə olaraq verilmiş əmrlərə əsasən fəaliyyət göstərirlər. Bu da təbii olaraq sizin ticarətinizə mənfi təsir göstərə bilər. Mənfi təsir göstərmə ehtimalı da var. Əlbəttə ki, iddia olunan botlar da var ki, hansı ki, məsəl həmin şəxs satan şəxs iddia edir ki, məsəl mən neçə illərdir botu test edirəm və belə deyək, gəlirli çıxır məsəl üçün ilin sonunda, ayın sonunda belə deyək. Və istənilən halda belə deyək, avtomatlaşdırılmış robotdur. Bazar hər an ağladıcı bir hərəkət edə bilər və bot artıq onu tutmaya bilər və verilmiş əmrlər, həmin botun belə deyək, verilmiş əmrlər düzgün istiqamətdə ticarət etməyə bilər və sizin təbii olaraq balansınız tamamilə itirə bilərsiniz, stop out ola bilərsiniz. Və buna görə də botlardan tövsiyə edirəm ki, uzaq durasınız və çalışdıqca botlara üz tutmaq lazım deyil. Misal olaraq bəzi botlar da var ki, Telegram məsəl üçün Telegrama qoşulub, hər hansı bir siqnal verəndə Telegrama belə siqnallar gəlir. Elə botlardan istifadə etmək mümkündür. Yəni onu gələcəkdə həmin botlar siz özünüzlə məsəl olaraq proqram, daha doğrusu professionallığa doğru getdikcə, təkmilləşdikcə həmin botları özünüz də yarada bilərsiniz. O çətin deyil. Amma ümumi həmin belə deyək, sırf Forex-i ticarət etmək üçün istifadə olunan botlardan tamamilə uzaq durmaq istəməzsəz görürəm. Və neçə trader var, neçə şəxslər var ki, misal onlara deyiblər ki, bizim trade botumuz daha yaxşıdır. Biz botumuz misal olaraq ilin sonunda belə deyək, gəlirlə ilin sonunu başa vurur. Bu və ya digər vəddə veriblər və həmin şəxsə təbii olaraq inanıb və qoşulub həmin botu belə deyək, ticarət platformasına və müəyyən müddətdən sonra balansı tamamilə əriyib. Və bizim belə deyək, trader olaraq əsas məqsədimiz o olmalıdır ki, biz balansı daim qorumalıyıq və təbii olaraq yatırım etdiyimiz balansı daim qorumalıyıq. Əgər siz misal olaraq $5.000, $10.000, $15.000 indi büdcədən asılı olaraq yatırım edəmirsinizsə, lap $500 olsun yatırım edəmirsinizsə, sizin əsas məqsədiniz, yəni bizim əsas məqsədimiz olmalıdır ki, balansı qoruyaq. Yəni həmin $500, $5.000, $50.000, $100.000 nə qədər yatırım eləmişiksə, onu qoruyaq. Çünki $100.000 ticarət edən şəxs də artıq 0.1 lotla yox, misal olaraq 1 lotdan daha çox, məsələn 5 lotla, bəziləri 10 lotla, bəziləri məsələn 7 lotla, müəyyən daha lotlar daha çox aldılar ki, yəni mənim balansım çoxdur və mən yaxşı bir ticarət edə bilərəm. Lakin burada yenə də əgər risk menecmenti, risk idarəçiliyi nəzərə alınmasa, təbii olaraq $100.000 olan bir balans da əriyib gələ bilər. Demək istədiklərim texniki analizlə bağlı demək olar ki, bu qədər və texniki analizlə bağlı bu təbii olaraq ümumi məlumatdır ki, yəni kimliyindən asılı olmayaraq hansı təlimçinin yanına gedirsinizsə, o həmin belə deyək strategiyanı siz özünüzə uyğunlaşdırmasanız, heç bir halda uğur qazana bilməyəcəksiniz. Və seçdiyiniz təlimçiyə də inanmalı, daha doğrusu seçim təlimçini də siz belə deyək araşdırıb tapsanız daha yaxşı olar. Və texniki analizlə bağlı ümumi məlumatım bu qədər. İndi gələcəkdə ayrı-ayrı mövzuları olaraq texniki analizlə belə video danışdıqca həm də düşünürəm ki, nəsə çatdırmalı idim sizlərə, izləyicilərə. Onu da düşünürəm. Hələ ki bu qədər və ümid edirəm ki, səhifəmizə abunə olanların sayı çoxalar və düşünürəm ki, çəkdiyim videolar sadə videolar deyil. Ümumi mənzərəni göstərməsəm də, fikir mübadiləsi aparsam da,
düşünürəm ki, xeyirli bir videolardır, xeyirli daha doğrusu məlumatlardır və bundan hər bir trader istifadə eləsə və öz seçimində təlimçi seçimi olsun, bundan qabaqki videolarımızda trader kimdir, özüm öyrənməliyəm ya və yaxud təlimçi yanına getməliyəm vaxtı mövzularımız da olub və bu haqda mövzularımız olub, öz məlumat, öz fikirlərimi bölüşmüşəm. Onlara da baxa bilərsiniz və ümumiyyətlə fikirləşirəm ki, informasiya məlumatı olsa belə, mübadiləsi olsa belə, düşünürəm ki, yaxşı videolar, məlumatlar paylaşmağa çalışıram və sizlərdən də səhifəyə abunə olmağı və videolara like etməyi, öz fikirlərinizi bölüşməyi istəyərdim. Çünki böyüdükcə daha çox insana bu videolar çatır. Mən təəssüf olaraq biraz ölkəmizdə videoları bəyənmək və səhifələrə abunə olmaq çətinliyimiz var. Amma mən baxıram xarici ölkələrdə olsun, istər bizə yaxın ölkələr olsun, Türkiyə olsun, istər Rusiya olsun. Onlarda məsəl üçün hər hansı bir belə deyək, trader öz fikirlərini, öz praktikasını bölüşürsə, insanlar ən azından mənfi rəydə olsa, əlbəttə mənfi rəydə olmağı mümkündür. Öz mənfi rəylərində yazırlar, müsbət rəylərində yazırlar. Yəni daha aktivdirlər. Biraz bizdə aktivlik zəifdir. Aktivlik ən çox bizdə biraz daha çox tanınmış insanların səhifələri daha çox belə deyə bəyənilir. Onun haqqında bir fikirlər yazılır, hansı ki efirlərə çıxırlar falan belə, yəni. Təbii olaraq onlar da əlbəttə bəyənməlidir. Onların da belə deyək, öz fikirləri var, öz verdiyi məlumatları var. Lakin düşünürəm ki, mən bir neçə belə deyək, təlimçinin də YouTube səhifələrinə baxmışam və onlarda da bəzilərində də belə deyək, azlıq var, abunəçi sayı baxımından, öz kommentari baxımından və digər baxımdan və ümumiyyətlə mən hələ ki Everçinar olaraq əslində mənim istiqamətim tam bir başqa idi, başqa bir istiqamətdə fəaliyyət göstərməyi planlaşdırırdım. Lakin indi hələ ki o planı dondurmuşam müəyyən səbəblərdən. Ona görə öz bu illər 10 il, 11 il belə deyək, artıq 12-ci ilə keçib müddət ərzində belə göstərdiyim müddət ərzində az belə deyək məsələlərlə, çətinliklərlə rastlaşmamışam və öz praktikam da az deyil bu sahədə. Ona görə də mütəmadi öz fikirlərimi sadəcə olaraq sizinlə bölüşmək istəyirəm. Yəni bu qədər. Burada da artıq yarım saata yaxındır danışıram və istəyirəm videonu artıq yekunlaşdırım. Hər kəsə uğurlar və biz yeni ildəyik və yeni planlar olmalıdır, yeni fikirlər, yeni ideyalar olmalıdır və hər kəsə uğurlar arzu edirəm. Ümid edirəm ki, videolarım daha çox bəyənilər və səhifəyə daha çox insanlar abunə olar, daha çox insanlara kömək etmiş olarıq. Hər hansı bir traderin çətinliyi olsa belə kommentari yazsa, köməklik etməyə əlbəttə ki, heç bir təmənnasız kömək etməyə mən hazıram. Təbii olaraq hər bir məlumatın özünün belə deyək dəyəri var. Müəyyən qədər, bacardığım qədər, çalışdığım qədər kömək etməyə hazıram. Təbii olaraq hər bir məlumatın özünün dəyəri var. Mən də çalışdığım qədər öz belə deyək təcrübəmdən istifadə edərək həmin traderə kömək olmağa və yaxud trader olmağa çalışan şəxsə kömək olmağa çalışaram. Təbii olaraq öz strategiyamı heç kimlə bölüşməyə fikrim yoxdur. Yəni o mənim belə deyək illər ərzində istifadə etdiyim və onun nəticəsində əldə etdiyim bir strategiyadır. Gələcəkdə bəlkə də olsa bölüşərəm. Yəni mən demirəm o belə çətin strategiyadır falan. Asan bir indikatorla əsaslanan strategiyadır. Hər bir strategiyanın belə deyək itkisi olduğu kimi mənim də strategiyamın itkisi olur və o itkidən necə çıxmaq lazımdır, onu da belə deyək, əgər
öz strategiyamı böyütsəm, o haqqda danışacağam. Hələlik bu qədər. Hər kəsə uğurlar. Allah amanında növbəti videoda görüşərik.